6-cı günün 3-cü sualına gəlin bir yerdə baxaq. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. İzobar sıxılmada qazın işi hansı ifadə ilə təyin olunur? İzobar prosesdə biz bilirik ki, təzyiq sabitdir, P konstantdır. Sıxılma dediyi üçün həcm azalır. Baxın, gördüyünüz kimi 3-dən 4 olan prosesdə təzyiq sabitdir P0 qiymətindən və həcm 3V0-dan V0-a azalmışdır. Deməli, biz 3-dən 4 olan prosesdə qazın işini hesablayacağıq. Qazın işi PV qrafiki veriləndə fiqurun sahəsindən tapılır. Bax, gördüyünüz buradakı düzbucaqlının sahəsini tapmalıyıq. Düzbucaqlının sahəsi də tərəflərinin hasilinə bərabərdir. Gördüyümüz kimi, baxın, bir tərəf 0 və P0 arasıdır. Deməli, onda A' bərabər olacaq. P0 vuraq. Digər tərəfimiz də bax buradır. 3V0 ilə V0 arası. Onda o da olacaq 2V0. Vuracağıq bir-birinə. Sadəcə qabaqdan mənfi yazmalıyıq. Çünki sıxılma zamanı qazın gördüyü iş mənfidir. Aha. Deməli, oldu mənfi 2. P0 vuraq. V0. Qazın gördüyü iş. B variantı doğru cavabdır.